Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əmi nəvəsi olduğu məlum olub. Doğru Xəbər Azərbaycan Baku TV-yə istinadən xəbər verir ki, Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev oğlu ilə evdən çıxan gün danışdığını bildirib. Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatlıqdır. Anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar deyə mərhumun atası deyib. Qeyd edək ki, meyitlər Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq. Xatırladaq ki, 6 gün əvvəl evdən çıxmış gənclərin meyitləri ötən gün Lənkəranın İbadi deyilən meşəli ərazisində tapılmışdı. Ötən gecə Gürcüstanda baş vermiş yol qəzasında Azərbaycanlı yeniyetmə vəfat edib. Hadisə Tiflis şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib. Qəza nəticəsində 12 yaşlı Tapdıq Nuqzaroğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerinəcə ölüb. Faktla bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır.